Talış sıra dağları ilə əhatə olunan, möhtəşəm şəlalələri, meşələri və tarixi mağaraları ilə bol olan Lerik rayonundayım. Salam. Yəqin ki, buradan sonraki yolumuzu yolsuzluq avtomobillə davam edəcəyik. İndi isə macəram piyada davam edəcək. Artıq şəlalənin səsindən getdikcə daha yaxınlaşmaya başlayıram. Bu isə o deməkdir ki, yavaş-yavaş aşağı Qələbin şəlaləsinə çatırıq. Və beləliklə, gəldik çatdıq Qələbin şəlaləsinə. Təbiətin ən ucqar və keçilməz guşələrinə ekstremal səyahət. Mənim macəram. Mən Ümid Süleymanov. Mənim macəram layihəsində Azərbaycanın müxtəlif güşələrinə səyahət edərək ölkəmizin füsunkar təbiətini sizinlə birlikdə kəşf edirəm. Mənim macəram layihəsinin məqsədi ekologiyaya maraq artırmaqdır. Sağlam həyat tərzini təbliğ etmək və Azərbaycan təbiətinə olan sevgini artırmaqdır. Talış sıra dağları ilə əhatə olunan, möhtəşəm şəlalələri, meşələri və tarixi mağaraları ilə bol olan Lerik rayonundayım. Bu dəfə planım Qələbin şəlaləsi və Bibione şəlaləsinə doğru macəraya çıxacağam. Yolumuz Qələbin kəndinədir. Hal-hazırda Lerikin Piran kəndindəyim. Nə gözəl, velosiped sürənlər də var burada. Düşək aşağı, qardaşla bir söhbət eləyək. Salam qardaş. Necəsiz? Sağ olun, yaxşı olun. Mən də yaxşıyam, sağ olun. Hara gedirsiniz? Yuxarı kəndəyə gedir. Hansı kəndə? Dəvrə dibi. Xoş gördük. Dəvə dibi? Dəvrə dibi. Dəvrə dibi, nə gözəl, maraqlı adı var. O kənddənsiz? Yox, aşağı Pirandan. Pirandansız. Mən də Qələbin kəndinə gedirəm. Düz gedirəm? Düzdür. Bu yolla getməliyəm? Təxminən nə qədər məsafə var? 5 kilometr var, 5-6 kilometr. 5-6 kilometr. Demək ki, az yol yoxdur. Bəs yolun çətinlik dərəcəsi Çox yoxuşları çoxdur, yəni. yoxuşlar çoxdur. Qarşıda kəndin bələdçiləri məni gözləyir. Yolun müəyyən bir hissəsini piyada getməliyəm. Daha sonra məni yolsuzluq avtomobilindən qarşılayacaqlar və Qələbin kəndinə, Qələbin şəlaləsinə doğru yolun müəyyən bir hissəsini mənə aparacaqlar. İstəyirsinizsə velosipedi verim sizə, gedin, yəni hara kimi gedə bilirsiniz, gedin. Qoyarsınız, mən gəlib götürürəm. Sizə əziyyət olmaz. Yox. Mən velosiped sürsəm, siz necə gələcəksiniz? Piyada? Piyada yavaş-yavaş gələcəm. Çox qonaqpərvər kənd sakinidir, sağ olsun. Azərbaycanın hansı bölgəsinə getsək, biz belə sizin kimi qonaqpərvər insanlara rast gələrik. Belə qonağımız da ola bilər. Sağ ol. Yəqin ki, bizi izləmişsiniz. Mən özüm də hər zaman velosipedlə yola çıxıram. Bu dəfə qismət belə oldu ki, sizin velosipeddən istifadə etməli olacağam. Sağ ol. Gündəlik sürürsünüz. Bu enişli yoxuşlu yolları. Ona görə yəqin belə gümrah sağlam qalmışsınız. Siz sağ olun. Onda icazənizlə yolun müəyyən bir hissəsində velosipedlə gedəcəm. Götürün, problem yoxdur. Məndə tanış uşaqlar olur, gedib gedərəm. Oldu. Sağ ol qardaş. Mən isə yolun qalan hissəsində velosipedlə davam edeyim. Orada bir kənara qoyaram. Yəqin ki, gələndə görəcəksiniz onu. Sağ olun. Minnətdaram. Maraqlı velosipeddir. Mən artıq icra nümayəndəsində görürəm. Bir təhmasib müəllimlə görüşəcəm. Yolun qalan hissəsinə yolsuzluq avtomobillə davam edəcəyik. Salam. Sağ olun, xoş gördük. Velosipedi bura park edeyim. Xoş gördük, bir təhmasib müəllim. Sağ olun. Yəqin ki, buradan sonraki yolumuzu yolsuzluq avtomobillə davam edəcəyik. Vaxt uzatmadan biz yolumuza davam edək. Gedək.
Kəndin bələdçisi də yəqin bizi kənddə gözləyir. Kəndin girişində gözləyəcək. Əla, Onu da götürüb davam edəcək. əla. Elmar qardaşa da təşəkkürümü bildirirəm. Velosiped mənə çox kömək oldu. Yolun müəyyən bir hissəsini qət edə bildim. Bu arada enerjimə də qənaət elədim. Elmar qardaş yəqin ki, bu velosipedi gəlib tapa bilər yolunun kənarında. Mütləq. Oldu. Biz də Ümid Gülü gözləyirik. Arası 2-3 dəqiqə gəlib çatacaqlar. Oradan da Qələbin kəndinə gələcək. Salamünaleyküm. Xoş gəlmisiniz. Nail qardaş, Evet. kəndin bələdçisi. Bəli. Gedək, Gedək hazır. yolumuza davam eləyək. Buyurun. Beləliklə, maşınla da gələ biləcəyimiz son nöqtəyə çatdıq. Buradan sonraki hissəni isə artıq piyada davam edəcəm. Yola başlamadan əvvəl icra nümayəndəsinə həm söhbət olacaq, eyni zamanda kəndin bələdçisi də bizə öz təlimatlarını verəcək. Yaxın gəlin. İstəyirəm birinci növbədə şəlalə haqqında məlumat alaq. Buyurun. Qələbin şəlaləsi Derik rayonunun Veri İnzibati Ərazi Dairəsinin Qələbin kəndində yerləşir. Qələbin şəlaləsinin adı yerləşdiyi Qələbin kəndinin adı ilə Qələbin şəlaləsi adlandırılıb və yerli əhali arasında Veriyeru, tərcümədə isə Veri çayı adlanan çayın üzərindədir. Bu çayın üzərində bir neçə şəlalələr mövcuddur ki, təbii coğrafi proseslər nəticəsində formalaşmış və kifayət qədər də turizm potensialına malik olan şəlalələrdir. Sizin ilk gedəcəyiniz şəlalə isə həmin şəlalələr içərisində ən hündürü olandır. Aha, yuxarı Qələbin. Bu aşağı Qələbin şəlaləsidir. Ondan sonra sizin marşrutunuza uyğun olaraq siz yuxarı Qələbin şəlaləsinə gedib çıxacaqsınız. Əla. Bəs məni bu yolda hansı çətinliklər gözləyir? Mən burada hansı heyvanla rastlaşa bilərəm? Hansı təhlükələ rastlaşa bilərəm? Biz macəraya axtarışına çıxacağıq. Qidalanmaq üçün nə tapa bilərəm? İstəyirəm bu haqda bizə məlumat verəsiniz. Şəlaləyə gedən yolda o cığırlarda qarağat tapa bilib. Orada Qarağat tapa bilərəm. tapa bilərsiniz. Qarağat tapsam qəşəng çay dəmləyərəm. Təəssüf ki, siz orada olmayacaqsınız. Biz operatorumuzdan tapsaq əgər dəmləyib içərik. Bu kənddən şəlaləyə təxminən nə qədər məsafə var? Durduğumuz yerdən arasa bir təxmini 450-500 metrə qədər birinci Şəlaləyə. Aşağı Bəs- Qələbin şəlaləsinə. Yuxarı Qələbin şəlaləsinə Hardasa kilometrə yaxın. 2 kilometr olar. 1,5 kilometr. Mən isə fərqli marşrutla gedəcəm. Bəli, buradan düşərsiniz birinci Qələbin şəlaləsinə, oradan Aha. cığırlarla şəlalədən qalxanda Yuxarı yuxarı Qələbinə. sağ tərəfdən orada cığırlarla qalxarsınız yuxarı Qələbin şəlaləsinə. Mən təxmini bu şəlalənin səsini eşidirəm. Bəli. Birinin yerini artıq müəyyənləşdirdim. Müəyyənləşdirdim. Oradan sonra
mən geri qayıdıb cığırla çıxmalıyam ki, yuxarı Qələbin şəlaləsinə çatım. Bəli. Yuxarı qalxırsınız, oradan sonra da yol oradan. Kənd şəlalə Lerikin cənub-şərqində yerləşir. Bəli, Lerikin şəhər mərkəzindən cənub-şərqində yerləşir. Peştəsər silsiləsinin yamacındadır. Birinci gedəcəyiniz şəlalənin hündürlüyü isə təxminən 60-70 metr hündürlükdədir. Kifayət qədər mənzərəlidir. İndi duman çökür. İndi necə onu görəcəksiniz, onu deyə bilmərəm. Amma kifayət qədər mənzərəli, gözəl bir coğrafiyada yerləşir. Bəli. Yuxarı Qələbin şəlaləsinin hündürlüyü isə təxminən 30-40 metr. Onda deməli daha böyük olan, daha estetik görsənən aşağı Qələbin şəlaləsidir. Əslində hər ikisi estetik baxımından kifayət qədər gözəl bir ərazidir, gözəl bir coğrafiyada yerləşir. İndi inşallah siz özünüz də bunun şahidi olacaqsınız. Sadəcə ilk gedəcəyiniz şəlalə o Qələbin şəlalələri içərisində ən hündürü olandır. Aydındır. Yəni burada bir neçə şəlalə var. Onların içərisində ən hündürü ilk gedəcəyiniz şəlalədir. Əla. Mənim hərəkət istiqamətim aşağı Qələbin və yuxarı Qələbin şəlalələrinədir. Və daha sonra isə geriyə kəndə qayıdacağam. Kəndə qayıdarsınız. Şəlalənin şərq hissəsindən qayıdıb Kəndin qərb hissəsinə çatarsınız. Siz məni orada gözləyəcəksiniz. Çatacağında bir su gözləyəcək orada. Əla. İndi hava şəraiti dumanlı olduğuna görə biz sizə xəritə, bir də kompas təqdim edəcəyik. O xəritə üzərindən də sizə o cığırları göstərəcəyik ki, oradan rahatlıqla gedib gələ bilir. Bəli, gedib gələ bilərsiniz. Dediyimiz nöqtəyə. O zaman gəlin həmin şəlalələrə xəritə üzərində nəzər yetirək. Aha. Bu Lerikin mərkəzi. Mərkəzidir. Lerikin mərkəzindən cənub-şərq istiqamətində Burada yerləşdiyimiz nöqtə Qələbin şəlaləsi. Bu birinci Qələbin şəlaləsi. Qələbin şəlaləsi Lerikin cənub-şərqində yerləşir. Biz isə hal-hazırda şəlalənin şərq hissəsindəyik və şəlalə bizim qərb hissəmizə düşür. Bu aşağı Qələbindir. Yuxarı Qələbində eyni istiqamətdədir. Eyni istiqamətdədir. Aha. Və daha sonra isə növbəti gün mən Bibiyoni şəlaləsinə doğru hərəkətə başlayacağam. Bəli, Qələbin şəlaləsindən şimal-qərb istiqamətinə hərəkət edəcəksiniz və Bibiyoni 2-3 kənd keçəndən sonra Bibiyoni şəlaləsinə çatacaqsınız. Aha. Xəritə üzərindən hər şey gözəl görsənir. Sanki heç bu yollarda enişli yoxuşlu yollar yoxdur. Amma əslində isə belə deyil. Bəli. Biz indi macəraya başlayacağıq. Görək, xəritə üzərindən mi rahat görsənir, yoxsa həqiqətən reallıqda necədir? İndi isə mən bu kompasımı, baxaq görək kompasda düz işləyirmi? Buyurun. Və kompasımız da düz işləyir. Lerikin cənub-şərq hissəsindədir Qələbin şəlaləsi. Əgər bir problem olsa şəlalə tərəfdən, mən çalışacağam şərqə doğru hərəkət edeyim ki, ən azından heç olmasa kəndə çatım. Bəli, şərqə doğru hərəkət. Xeyr, qərb istiqamət. Artıq hər şey aydındır. Mən kompasımı və xəritəni götürürüm. Və artıq duman da gəldi. Bizi duman, heç bir hava şəraiti qorxutmur. Gözəl təlimatlar aldım sizdən. Ətraflı, dolğun, geniş məlumatlara görə sizə təşəkkürümü bildirirəm. Mən isə bel çantamı götürüm və macərama piyada davam edeyim. Sizə uğurlar. Sağ olun, çox sağ olun. Orada gedək. Buyurun. İndi isə macəram piyada davam edəcək. Artıq şəlalənin səsini getdikcə daha yaxından eşitməyə başlayıram. Bu isə o deməkdir ki, yavaş-yavaş aşağı Qələbin şəlaləsinə çatırıq. Artıq qızıl payızın son notlarını yaşayırıq. Ağızların rəngindən də siz bunu müşahidə edə bilərsiniz. Saralıb, bəziləri isə artıq solur. Bu tam saralmaq isə o deməkdir ki, növbəti proses yarpaqların tökülməsindən nəticələnəcək və beləcə biz qızıl payızdan vidalaşacağıq və qışı qarşılayacağıq. Bütün fəsillər gözəldir, qızıl payızı isə bütün fəsillərin şahı hesab edirlər.
Bu mənzərəni seyr eləyəndə də buna aydın sezmək olur. Və beləliklə, gəldik çatdıq Qələbin şəlaləsinə. Qələbin şəlaləsinə gəlmək üçün Lərikin Piran kəndinə gəlmək lazımdır. Daha sonra isə oradan Qələbin kəndinə qədər 8 kilometrlik bir məsafə var. Yaxşı olar ki, bu yolu yolsuzluq avtomobillə gələsiniz. Qələbin kəndindən Qələbin şəlaləsinə qədər isə təxminən 500 metrlik bir məsafədir. Gələrkən enişli, qayıdarkən isə yoxuşlu yollardan ibarətdir. Və şəlalənin hündürlüyü təxminən 60-70 metrdir. Çox gözəl, möhtəşəm bir görüntüsü var. Həqiqətən də gəlməyə dəyər. Ətəyində hovuz kimi bir yer var. Hovuza bənzər bir sahəsi var. Yay vaxtı gəlsəz, bu hovuzda çimə də bilərsiniz. Qələbin şəlaləsi Veryaru çayının üzərində yerləşir. Mənası elə Veri çay deməkdir. Mənbəyini isə Veri ərazisindəki bulaqlardan götürür. İndi isə aşağı Qələbin şəlaləsindən yuxarı Qələbin şəlaləsinə doğru qeyri-marşrut üzrə macəraya başlayıram. Bu yolda eyni zamanda həm də qida axtarışlarına başlayacaq. Görək, nə tapırıq yeməyə. Yoxsa belə mən enerjim olmasa çətin mən bu yolları qət eləyə bilim. Qida axtarışlarımız davam edir. Kol-koslara baxıram, bəlkə oralarda qara toyuq olar. Bilirsiniz ki, qara toyuq əsasən kol dibində yaşayır. Yəni, digər quşlar kimi ağaclarda yuva qurmur. Bax, görək, bəlkə bəxtimizə bir qara toyuq düşdü. Bayaqdan səs eşidirəm. Kərtənkələ də ola bilər, qara toyuq da ola bilər. Aha. Aç qalmayacaq. Operatorumun gözü gülür. İndi bir sual var. Mən qara toyuğu necə tutum? Daşla da tutmaq olar, ağacla da tutmaq olar. Bu dəfə öz əllərimlə yoxlayacağım. Görüm tuta bilərəm, yoxsa yox. Maraqlıdır ki, qara toyuq oradan getmir. Yavaş-yavaş gedirəm yuvasına.
Görürsən? Ona bax.